Salam, bu videoda sıx iğnə toxunuşunu görəcəksiniz. Baxın, hörüyün içərisindən, gördüyünüz hörüyün içərisindən milçəni salıram. Arxa üzdə sapı bir dəfə milçəyə dolayıram və digər üzə keçirirəm. Milçəmdə 2 ədəd ilmək qaldı. Yenə də sapı dolayıram. Bu 2 ilmənin içərisindən sapı keçirərək çıxardıram. Bu toxunuşun adı, baxın, bu toxunuşun adı sıx iğnə toxunuşudur. Davam edirəm, bir daha göstərirəm. Toxuyarkən əsasən belə hörüyün içərisindən, baxın, hörüyün 2 payı görsənir. Hər ikisinin içərisindən milçəni salırıq. Arxa üzdə sapı bir dəfə dolayırıq. Milçəmdə 2 ədəd ilmə oldu. Yenə də dolayırıq və bu 2 ilmənin içərisindən sapı çıxardırıq. Bu toxunuş sıx iğnə toxunuşudur. Bir daha göstərim. Hörüyün içərisindən milçəni saldım. Arxa üzdə sapı dolayaraq digər üzdən çıxardıram. Yenə dolayıram və bu 2 ilmənin içərisindən çıxardıram. Bu toxunuş sıx iğnə toxunuşudur.